Salam, hər vaxtınız xeyirli olsun. Masazırda dayanacağa yaxın 142 nömrəli marşruta yaxın belə bir 4 otaqlı 2 mərtəbəli həyət evi satışdadır. Evin sənədləri tam qaydasındadır. Notarial qaydada alqı-satqıya gediləcəkdir. Göründüyü kimi evin kombisi də qoyulubdur artıq. Evin dörd bir tərəfi qoşadaşla tikilir. Mərtəbələr arası monolit betonludur. Birinci mərtəbə döşəməsi də istilik sistemidir. Bura belə bir həyəti qalıbdır ki, maşın rahatlıqla həyətinə yerləşir. Qaz, işıq, kommunal xətlər, kanalizasiya sistemi hər biri çəkilibdir. Evin pilləkənlə qalxdı. Evin qapının ağzı görürsə geniş bir saxlanılıb. Kombi də göründüyü kimi qoyulub. Belə bir geniş həyəti, yəni bir maşın rahatlıqla həyətinə yerləşir. Və evə daxil olduqda dəhlizi, ikinci mərtəbəyə qalxmaq üçün pilləkəni və qeyd etdiyim kimi birinci mərtəbə döşəməsi istilik sistemidir. Bax, dəhlizdir, mətbəxidir, hamam otağıdır, istilik sistemidir, döşəməsi. Bura mətbəxidir, geniş mətbəxi. Bura hamam otağıdır birinci mərtəbədə. Bura isə zal otağıdır birinci mərtəbədə. Radiator da göründüyü kimi qoyulub. TV üçün də şikayət çəkilir. Pəncərə üstündə kaynizaltı üçün də yer qoyulub və kondisioner üçün də işıq xətti çəkilibdir. Ev tam təmirli vəziyyətdədir. Çox gözəl, səliqəli bir iş görülüb. Evin də tikintisi çox keyfiyyətli tikintisi var. Və buradan da pilləkən altında göründüyü kimi bax belə bir qardırop şkaf yeri saxlanılıbdır ki, orada da müəyyən əşyaları yerləşdirmək mümkündür. İkinci mərtəbədə 3 yataq otağı yerləşir. İkinci mərtəbədə 3 yataq otağı və balkonu, hamam otağı yerləşir. Bura bir yataq otağı. Bura ikinci bir yataq otağı. Göründüyü kimi də otaqların da hər biri işıqlıdır. Pəncərələrin qarşısı kəsilməyibdir. Gün işığı hər bir otağa düşür. Burası üçüncü bir yataq otağı. İkinci mərtəbədə. Buradan balkona çıxışı, balkonun qapısı, bax belə. Və ikinci mərtəbədə hamam otağı.